Hər kəs yenidən xoş gördük əziz izləyicilər. Saçlı söhbətin mövsüm finalının ikinci partındayıq. Premier Liqanı bildiyiniz kimi danışdıq, yekunlaşdırdıq bütün hər şeyi. İndi isə keçirik birinci liqaya. Çox söz uzatmadan yenidən xoş gördük səni bir daha. Biz başlayaq elə çempion Şəfadan. Məncə 2 sualım olacaq sənə. Başlanğıc çox qısadır. Bu mövsümü necə dəyərləndirirsən Şəfa adına? İkinci olaraq da bildiyin kimi rəhbərlik dəyişdi və məşqçi dəyişikliyi baş verdi. İndi bunlar bu mövzu başlıqları altında fikirlərini səndən öyrənmək istəyirəm. Keçən mövsümü yəni göz qabağındadır da fakt. Yəni Şəfa stres belə yaşamadan çempion oldu. Elə yəni qəşəng yapardılar. 2 dənə məğlubiyyətlərin ikisini də elə bir dövrdə aldılar ki, heç yəni onları narahat eləməyən, hətta sözü kəsəcəm, üzr say. Mingəçevir oyunu səncə təsir elədi o çempionluğa? Çünki onları biraz ayıldırmağa təsir oldu. Mən onu deyəcəydim elə. Çünki həqiqətən çətin oyun oldu. Yəni turnir cədvəlində nəsə bir dəhşət də yəni Şəfanın işini çətinləşdirmədi, amma ola bilsin ki, onlara qəşəng bir şok şey verdi ki, çoxlu boşlamamaq lazımdır. Özdə yəni o çox elə gözəl bir vaxtda oldu ki, komandanın ayılıb ora qədər gətirdiyi o bacarığı oyunu təzədən göstərməklərinə şərait yaratdı. Qəşəng də oldu. Bir də axırıncı həftə uduzdular. O da yəni formal xarakterli oyun idi. Zaqatal onlara jest elədi. Onlar da Zaqatal'a jest elədi. Heç kimə də bir xeyri ziyanı olmadığına görə problem yoxdur. Rahat-rahat gəldilər, çempion oldular. Komanda da komandadır, yaxşı komandadır. Oyun iş orasındadır ki, yəni Şəfa ilə bağlı müsbət, gözəl, yaxşı şeylərdən biri o idi ki, məşqçisinin istədiyini oyunda göstərə bilən, yerinə yetirə bilən keyfiyyətli heyəti var idi. İndi nə qədər ona görə qalırsan belə ki, yəni Şəfanın uğuru nə qədər heyətin uğurudur, nə qədər klubun, yəni məşqçinin uğurudur. İndi onu da Premier Liqada göstərilən nəticə ilə görəcəyik. Belə. Mən qısaca əlavə eləmək istəyərəm. Mənə diqqətimi çəkən şey HSS-lərin bu mövsüm biraz çox olmasıdır. Geri qalanda sadəcə Elgiz Hoca gələndən bəri kluba sadəcə 2 məğlubiyyəti var. Elə o ikisi də bu mövsümdür. Bir də dediyim kimi formal xarakterli oyun, bir də Mingəçevir ayıltma oyunu demək olar. Mən düşünürəm ki, məşqçi dəyişikliyi biraz klişe olacaq. Yəni təkrar kimi bir şey olacaq, şablon olacaq. Zaman göstərəcək ki, Zaur Həşimov yeni mövsümdə nə edəcək, nələr edə biləcək. Mən bildiyim qədərilə sən baxmısan da Əfran İsmayılovun CBC-dəki verişinə. Mən də Elgiz Kərəmliyə baxmışam. Yox, mən baxmamışam. Hamı deməyək, mən baxmamışam Əfran İsmayılovun verişinə. Kimə gördümsə hamı elə ondan da. Bir 3 gün zad o gündən. Səncə elə bu Əfran İsmayılovun vəzifədə olması səncə nə xeyir verə bilər Şəfa? Qısaca onu da cavablandıraq, keçərik Mingəçevirə. Orada belə bir məsələ var ki, ictimaiyyət biraz Əfran İsmayılovun təyinatını yeni kimi başa düşdü. Amma biz oyunlara gedirdik, çox vaxt elə Əfran İsmayılov oyunlarda baxırdı. Getməsən də, yəni media biraz onu elə göstərdi ki, elə göründü ki, Əfran İsmayılov birdən-birə təyin olundu. O da həmin o CBC-dəki veriliş, ondan bir gün əvvəl başqa bir yerdə müsahibəsi çıxdı bir saytda. Oralarda elə biraz da hətta təkrarçılığa da düşdü ki, iki müsahibə arasında çox oxşar yerlər var idi. Onlardan biri də o idi ki, onu göstərməyə çalışdı ki, yəni mən buradaydım onsuz da. Ki, yəni gördük ki, həqiqətən qeyri-rəsmi də olsa klubla bərabər işləyirdi, kömək eləyirdi. Sonra da rəsmi olaraq qeyri-rəsmi gördüyü işdən razı oldular ki, onu da rəsmi olaraq öz aralarına cəlb elədilər. Onun peşəkarlığından, onun təcrübəsindən daha belə bir peşəkar bir səviyyədə faydalanmaq istədilər. Gözəl də şeydir, yəni ölkəmizdə olmalı olan təyinat tərzlərindən biridir. Keçmiş təcrübəli futbolçularımızı belə yüksək yerlərdə görmək vacibdir. Son bir sual. Səncə Elgiz Kərəmliyə təklif ediblər ki, komandada qalsın, təcrübə qazansın və müddət sonra da təzədən yenə baş məşqçi kimi davam eləsin klubda. Səncə çempion məşqçi ilə ümumiyyətlə bu mövsümdən davam olunmağı düzgün idi, yoxsa elə təcrübə həqiqətən də lazım idimi? Çünki bu mövsüm elə bir dönəm Qurban Qurbanovdan təcrübə biz görmüşdük də, almışdı ki, oyun planında da yenə oradan biraz oxşarlıqlar görmüşdük. Orada belə bir şey var ki, iki tərəfdən də baxa bilirsən. Yəni pis niyyətli olsan, deyə bilərsən ki, ya çempion məşqçidir, bunu niyə əməyini yerə vurursunuz? Elə deyib tam belə yəni bu işdən çox bir anlayışın yoxdursa, ətraflı yəni baxa bilmirsənsə, yəqin ki, insan istər-istəməz birinci fikir həmişə neqativ olur.
Yəni, o yenə pis yaxşı başa düşürəm, amma səhv olduğumu da qəbul etmək lazımdır. Sən yəni bu məşqçi ikinci liqada, yəni Piramidanın ikinci liqası, yəni birinci liqada çempion olub, Premyer Liqası təcrübəsi olmayan, hətta yəni futbolçu olaraq belə çox az Premyer Liqa görmüş bir adamdır. Mən elə fikirləşirəm ki, klubun ona köməkçi məşqçiliyi təklif edilməyi belə ona yəni artıqlamasından jestdir. O cür bir plandan xəbər verir ki, yəni mənim başa düşdüyüm belədir ki, özü də sonradan gələn məşqçini də görəndə bunlar gedib Qurbanberdiyev kimi belə yüksək səviyyəli adam ya da Yoş Haskaya kimi xarici adam gətirmədilər də. Yerli, müvəqqəti bir balaca komandanı orta səviyyələrdə saxlayıb bu səviyyəyə öyrəşənə qədər həm rəhbərliyin öyrəşməyi, həm texniki heyətin öyrəşməyi, futbolçunun öyrəşməyi, məsələn bəzi futbolçular əslində öyrəşmiş futbolçular var onsuz bu səviyyəyə. Onu keçdim. Yəni məsələn gələn futbolçular ola bilər, ya aşağıdan gəlmiş futbolçulardan bəziləri məsələn qalacaqsa, onların yavaş-yavaş bu səviyyə təzədir də, hamı üçün bu dəqiqə şəfa içindəki hamı üçün bu səviyyə təzədir. Birbaşa artıq pullar xərcləyib başqa bir yola da gedə bilərdilər. Onu eləmədilər. Yerli məşqçi azdan çoxdan həm futbolçu kimi daha dərindən, məşqçi kimi də biraz Premyer Liqada təcrübəsi olan adamı gətirdilər ki, heç olmasa bir ayağımızı yorğanımıza görə uzadaq, görək, yəni söz var deyir, önümüzü görmək söhbəti. Türklər deyirlər ha. Bir şeyi gör, tunelin ucunu gör, işıq gələn tərəfi gör, oradan hara çıxacaqsan. Çıxandan sonra pisini, yaxşısını görə bilərsən. Mən elə fikirləşirəm ki, Elgiz Kərəmliyə o təklif olunan köməkçi məşqçilik onun gələcəyinə planlaşdırılmış bir şey idi ki, bəli, qal, 1-2 il yenə sistemin içində ol, ikinci adamlıq da birinci adamlıq qədər dəyərlidir, hətta bəzi hallarda daha da dəyərli ola bilir. Bir tərəfdən də sən orada hər şeyin üstündə bir adam olaraq baş məşqçi qıraqdan gəlir, hər nə olur olsun, bir vəzifə sənin üstünə belə gəlsə qıraqdan gəlir. Sən hələ də yəni iplər hardasa sənin əlindədir. Üstəlik bu adam həmin o 1-2 il balans dövrünü keçəndən sonra, stabilliyi keçəndən sonra, görəndən sonra ki, bəli, şəfa ilk altılığa və sonrasına yarışa bilər. O vaxta qədər də 2 mövsümdə sən gedəcəydin xaricdə, o təcrübələri alacaqdın. Bu gün Atalanta olar, sabah ki öz oyun fəlsəfəsinə də uyğundur, üstü müdafiə falan və s. İndi hə, elə deyilən oydu deyə onu başa düşürəm. Yəni indi adı çəkilən Atalantadır. Bu gün Atalanta, başqa gün məsələn İtaliyada yenə başqa bir komanda, bilmirəm də axırı 2 il içində gedərdi oralarda bir yerdə bu təcrübələr alardı. Amma yəni belə baxanda yəni Elgiz Kərəmli Azərbaycan futbolunda ad qoymuş bir futbolçu kimi ad qoymuş bir adam deyil də. Yəni sənə bu şəraitləri hər komanda yaratmayacaqdı. Bu çox gözəl imkan idi. Mən yəni baxdığım yerdən elə görürəm ki, gənc məşqçi üçün gələcəyini klub gələcəyini qurur ki, sən get bu təcrübələri al. Bax səndən çox da yaxşı olmayan məşqçi də gətirmirəm. Hələ ki bizi buralarda hələ ki özümüzü yoxlayırıq da, hələ ki ayağımızı sırmalayırıq, yoxlayırıq, görək nə var, nə yox. Hə, sən o təcrübələri qazanacaqdın. 2 il sonra o məşqçi gedəcəkdi. Sən həm Premyer Liqada köməkçi məşqçi kimi 2 il burdasan, təcrübən var. Həm o Avropada aldığın təcrübə, bunları birləşdirəcəkdin. Şəfanın necə ki çempion məşqçisisən aşağı liqada, yuxarıda da yenə uğurlar qazanan məşqçisinə çevrilə bilərdin. Mən yəni başa düşdüyüm odur. Yəni məsələn elə başa düşdük ki, mətbuata Əfran İsmayılovun danışığından başa düşülən oydu ki, komandanın gələcək trayektoriyasını Əfran İsmayılov özü təyin eləyib. Onun təyin elədiyi kimə də baxanda deyirsən ki, məsələn bu adamın indi hər nə qədər futbolçu vaxtı ya da indi məsələn özünü təqdim eləmə tərzindən ola bilər ki, bəlkə qeyri-peşəkar kimi görünsün, amma bu kimi qərarlarından məsəl üçün məşqçini xaricə göndərmək, məşqçini köməkçi məşqçi kimi saxlayıb gələcəyə hazırlamaq, bütün yerli futbolçularla danışıb kimin uyğun olmadığını təyin eləyib, sonra strategiyada, transfer strategiyasında dəyişiklik eləyib xaricəyə keçir. Yəni bu qərarların hamısını klub üçün bu adam verir və verilən qərarların hamısı da yaxşıdır. İndi gələcəkdə də görəcəyik, hələ ki komandalar tətilдədir.
bir ay sonra yani bir aydan biraz az müddete təlim-məşqlər başlayacaq. 2-3 ay sonra liqa başlayacaq, mövsüm başlayacaq. Verilən qərarların sayı artdıqca nisbəti yenə görəcəyik ki, Əfran İsmailov bir idarəçi olaraq nə qədər müsbət qərarlar verir. Burada nəticədə Elgiz Kərəmlinin klubdan göndərilməyinin səbəbi Əfran İsmailov deyil də, özü gedib. Bunun Şəfa tərəfindən səhv addım olduğunu iki şey təyin edəcək. Bir ay içərisində Elgiz Kərəmli Premyer Liqada hər hansısa bir başqa bir klubun məşqçiliyinə gətirirlər. O klubdan uğur almasa belə olar. Qışa qədər o komandanın başında geçsin. Onda deyərsən ki, hə, məsəl üçün, bu adam Premyer Liqa səviyyə məşqçisiymiş. Şəfa dəyərini bilməyib, qədrini bilməyib. Bir o var. Bir də dediyim kimi Əfran İsmailov daha çox qərarlar alacaq qışa qədər. O qərarların səhvliyinə, düzlüyünə baxıb, nə qədəri düzdür, nə qədəri səhvdir, o nisbətdən çıxarda bilərik ki, misal üçün 50%-dən çox səhv qərardırsa, ora onu da atmaq olar ki, görsən məsələn, hətta klub da həmin bu qışa qədərki dövrdə nəticə verməsə, başlaya bilərsən demək ki, çempion məşqçi qalsaydı. Yenə də haqlı olmaya bilərsən, amma bir tərəfdən də deməyə haqqın var. Fikri ortaya atmaq, səhv belə olsa danışmağa haqqın var. Yəni orada problem yoxdur. Amma hələ ki durduğumuz yerdən gələn transferlərlə də görürük ki, Əfran İsmailov idarəçiliyi özünü müsbət tərəfdən göstərir. Mənim də elə çox bir əlavəm yoxdur. Ona görə də keçək mövsümün ikincisi olan Mingəçevirə. Mingəçevirdən sən Premyer Liqada Qəbələdən danışanda biraz söz açdın əslində. Yəni nəsə əlavən olsa qeyd edərsən, sizə mən başlayım. Buyur. Mingəçevir əslində mövsüm boyu, mövsümün əvvəlindən bəri, yəni əvvəlinə yaxşı başlasalar da biraz kaos içərisində idi klub. Ötən mövsüm Füzuli Məmmədov idi məşqçi, getdi Karvana, yolladılar yerinə təbii digər təcrübəli məşqçi Ramiz Məmmədov gəldi ki, əlindən gələni elədi komanda üçün. Lakin komanda mövsümün əvvəli Asta sponsoru qabiliyyəti imzalamışdı. Adnan Əhmədzadə bildiyin kimi həbs olundu. Ondan sonra aləm dəydi bir-birinə. Yeni prezident təyin olundu, rəhbərlik dəyişdi. Sonra mövsüm düz ortasında qış transfer pəncərəsində birdən-birə 13 transfer içində Bahadur Əziyev, Amil Yunanov, nə bilim Nurlan Novruzov və s. və ilaxır. Mövsümün sonuna yaxın əslində 1-2 həftə əvvəl də bu söhbət çıxmışdı ki, klubda personalların, həmçinin oyunçuların da maaş verilir. Qeyri-rəsmi şəkildə artıq söhbət yayılırdı. Sonradan rəsmiləşdi. Hər şey bir anda çıxdı ortaya ki, həmin oyun ərəfəsində Şaxtar Qusarla düşdü. Ya da Şaxtar Qusar qalib gəldi onlara və mövsüm sonunda demək olar ki, bəlkə də rahat ala biləcəkləri çempionluqdan oldular. Amma bir şey mənim diqqətimi çəkdi. Mövsüm boyu əziyyət çəkdi bu komanda. Amma birdən-birə sən play-offa gəlmisən, yəni həqiqətən də biraz canla başla oynamalıydın. Amma sanki elə bir bu oyunu sən demişdin elə. Bu oyunu elə bir tez oynayıb qutaraq. Sonra da yəni Allah kərimdə elə bir oyun oynayırdılar. Yəni nə bilim bu bir illik əziyyəti insan səncə niyə yəni heç elə play-offdan niyə ürəklə oynamaz? Niyəsinin cavabı asandır. Məsələn, Şəfaya baxırıq. Şəfanı yuxarı çıxardan komandanın oyunçuları yavaş-yavaş göndərilir. Mingəçevirdə oynayan oyunçu da 6 ay əvvəl gəlib. 13 nəfər deyəsən gəlib. 6 ay əvvəl gəlib. O bilir ki, play-offu utsa, yuxarı çıxsa, komanda onsuz da bunu göndərəcək. Yəni onsuz da əziyyətinin onsuz da dəyərini görmür, maaş söhbətləri var, nəminə. Onsuz da yəni bu mövsümün axırına narahatçılıqları var idi oyunçuların. Üstünə də yəni oyuncu bura bağlılıq istəmir də. 6 ay əvvəl gələn oyuncu bilir ki, play-off oyunundan hardasa bir ay sonra bu komandada olmayacaq. Bu komandanın gələcəyi sənə niyə maraqlı olsun ki? Bunlar sənə məsələn neçə ayda maaş vermirlər. Səndən amma iş tələb edirlər. Mənim Mingəçevirin heyətinin göstərdiyi əzmkarlıq, bu cür əzmkarlıq deyil. Yəni idman əzmkarlığı kimi yox, amma biraz qeyri-peşəkarlıqdır, amma bir yandan da etiraz, o protest deyirlər. Yəni bir etiraz tərzidir ki, bax biz gəldik, səni play-offa saldıq. Düzdür, bizim qabiliyyətimiz var səni o səviyyəyə qaldırmağa. Sonra da play-offu da oynamadılar. Yəni
etiraz kimi də bildin, yəni İstəsək bacara bilərik. yəni Amma istəsək oynayarıq, amma haqq elə, yəni sən indi bizim dilimizdə də oturub bu biri buna haqq eləyir, haqq eləmir nə bilim. Yəni sənin haqqın deyil də bizim əməyimizi bu qədər sui-istifadə eləyirsən ya da istismar eləyirsən. İndi bunun nə deyirsən deyəndə fakt oyunçular özlərinə cəza gəlməsin. Çünki bir ara elə söhbətlər də var idi axı. Məşqə çıxmırlar, bəlkə ola bilsin oyuna da çıxmadılar. Sonradan iş ciddiləşdikcə ortaya çıxdı ki, oyuna çıxmasalar çox daha çox problemlər olacaq. Futbolçuya da ziyanı var. Ona görə mən elə başa düşürəm ki, mənim də yəni müşahidəm o idi, gözümün gördüyü o idi ki, komanda sübut elədi ki, bəli bizim qabiliyyətimiz var, ikinci oldu. Yəni bəlkə də bunu daha çox istəyən Qəbələ ilə qarşılaşıb onları udub Premyer Liqaya çıxa biləcək, orada Səbail var idi və ya bəlkə Qəbələni uda bilməzdi, amma Sportingin həqiqətən canla başla bir ikincilik hədəfi var idi. Can qoyurdular həvəslə. O hədəfin dalınca qaçırdılar da. Mingəçevir sübut elədi ki, biz 6 ayda qurulmuş bir heyət olaraq bunu bacara bilirik, biz ikinci ola bilirik. Yəni mövsümün geri qalanının çempionu kimi bir şeydilər də. Hətta yəni çempionu belə udmaqlarından götürəndə biz bunu bacara bilirik. Sonra da play-offa çıxartdılar, oynamadılar. Göstərdilər ki, yəni əgər bizim haqqımızı versəydiniz, indi Mingəçevir rayonu Premyer Liqada təmsil olunurdu. Mən haqlı görürəm yəni şeyləri. Mən dediklərə əslində qatılıram. Yəni elə qref kimi bir şeydir deyirsən də, yəni baş verənlər. Etiraz kimi bir şeydir. Hə, yəni amma mən özlərini sübut elədilər. Çox da gözəl bir. Amma çünki həqiqətən də, yəni oyunçu məncə də bağlılıq olmaz ki, elə komandanın demək olar da ən təcrübəli, ən belə dəli ruhlu elə qapıçı da Orxan Sadıqlıdır elə. Sən onu birdən-birə göndərirsən, təzədən qaytarsan, ikinci qapıçı 2-11 oynayır, sonra təzədən o 2-11-ə gəlir. Aləm deyil bir-birinə, heyətdə düzgünlük olmur, nəticədə də heç nə. İndi o individual məsələdir. Sadəcə amma bəzi 2-3 oyunçu var ki, bu mövsüm həqiqətən çox yaxşı fərqləndi. İndi mövsümün ilk 11-ində də deyəcəyik. Xüsusən o, yəni Orxan vəziyyəti nədir? O ayrı individual məsələdir klubla oyunçu arasında, amma ümumilikdə bir klubun maaşını ödəməyəndə, ümumilikdə klubun belə bir narazılığı olanda bütün heyət olaraq nəticələnməyi belə də normaldır. Çünki yenə də yəni bu komanda gəlib səni yuxarı qaldırmağa, amma bunlar yuxarı qaldırandan sonra onsuz da peşəkar futbolçudular. Bunlar bilirlər ki, elə yuxarı qalxdıqlarının birinci həftəsində ya birinci ayında hamısını göndərəcəksən. Sən 6 ay əvvəl onsuz da hamını göndərib təzədən 13 nəfər gətirmisənsə, yuxarı qalxanda o 100%dir ki, sən bunları da göndərəcəksən. Niyə yəni futbolçu öz gələcəyini o klubda görmürsə, niyə can qoysun ki o kluba? Yəqin. Yəni peşkarlıq cəhətdən, etika, nə cəhətdən baxanda səhv ola bilər. Amma işçinin maaşını verməmək də qeyri-etikdir, peşəkarlıq yəni, deyil. Peşkarlıqdan uzaqdır. O yəni onun peşkarlıqdan uzaq hərəkətinin cavabı da bu cür. Yəni bunun əlindən bu gəlir də, oynamaq və ya oynamamaq. Bu da oynamamaq seçdi. Heç nə, çox sözü məncə uzatmağa ehtiyac yoxdur. Keçək mövsümün yaxşı başlayan, sonradan isə hər şey öz əli ilə bərbad edən Səbailə. Səbail mövsümün ən iddialı başlayan komandası idi. Legionerlər falan da var idi. Ki məncə məşqçi ilə də davam eləmişlərdi, amma hər şey Cəbrayıl məğlubiyyətindən sonra başladı məncə mövsümdə. Məğlubiyyətdən sonra məşqçi istefa verdi. Yerinə gələn məşqçi də tam bir fiyasko mənə görə. Adi Şükürov onsuz Kəpəzdə də yəni heç nə isbat eləməmişdi. Azarkeşlərlə davası ki mövsümdə hələ son davası da olmadı. Sonra bir də Səbaildə komandanın demək olar simvolik kapitanlarından olan Yusif Nəbiyevlə dava eləyir və nəticədə də son həftə Mingəçevirlə oyundakı 4-1 məğlubiyyətdə o tortun üstündəki çiyələk ya da gilas kimi bir şey olur orada. Sən Səbailin mövsümünü necə dəyərləndirirsən və hələ bir şey də var ki, məsələn, deyirlər bəra sponsor gəldi, gələcək, nə bilim artıq imzalanıb. Sonra indi yeni xəbərlər çıxır, nə bilim klubun adını dəyişdirib satacaqlar, Lənkəran eləyəcəklər falan. O da şayad düzdür, yalandır, bilinmir. Nə düşünürsən ümumiyyətlə Səbail ilə bağlı? Səbailin birinci hissəsindən, Elvin müəllimlə olan dövründən narazılıq eləyə biləcək heç kim yoxdur məncə. İnanmıram ki, rəhbərliyin özündə də kimsə narazı olsun. Orada prosta elə bir şeylər danışıldı ki, yəni etiraz ya da ümumiyyətlə irad bildiriblər
oyundan sonra rəhbərliyə müəllim də deyib ki, yəni istəmirsinizsə, Gedim. yəni indi elə deyirlər, bilmirəm indi nədir amma Amma arxa planı biz tam bilmirik. heç maraqlıdır. Bildiyimiz tək şey bu addımın hər şeyi bir anda bərbad eləməsidir. Deyirəm də heç yəni arxa tərəfdə yəni hansı klubun kimlə nə şəxsi münasibəti var, yəni oralar mənə çox da mənim maraqlandığım şeylər deyil. Bizə maraqlıdır meydanda nə oynanır. O tərəfdə də yenə belə bir şey var da, Səbaili futbol peşəkarları idarə eləmir. Belə bir reallıq var da. Şirkət tərəfindən təyin olunmuş, gəlmiş, sonra orada qalmış bəzi adamlar var. İndi bilmirəm, orada Bəlkə də 1-2 dənə bir iki maksimum. nəfər adam qalıb qalmayıb. Yəni o adamlar futbol peşəkarı deyillər. Futbol anlayışı nə səviyyədədir bilmirik. Elvin müəllim getdi, gözlənilməz bir şey idi. Rəhbərliyin özü üçün də gözlənilməz bir şeydi. Bir anda bir şey oldu, getdi. Klub çox yaxşı gedirdi o, yəni nəticə olaraq yaxşı gedirdi. Sürətli orada reaksiya verilməli idi. Premyer Liqadan təzəlicə boşa düşən bir məşqçi mən əmin də ola bilərəm, yəni dəqiqliklə, yəni onu tam bilmirik, amma yəni rəhbərlik Kəpəzdə oynanılan oyuna baxmadan, Premyer Liqadan yəni məşqçi tez gətirək o fikirlə bəlkə gətiriblər. Yəni iş orasında da bəzi klublar var ki, çeşidi çoxdur. Məsələn 10 dənə ya 5 dənə məşqçi arasından seçim eləməlidir. Onun içindən seçir ki, bunun hansı mənim heyətimdəki oyunçuları uyğun futbol oynadacaq. Onun üçün nə olmalıdır? Klubun heyətində analiz qabiliyyəti olan, yəni bu işə baxan, futbolçulardan başı çıxan adam olmalıdır ki, desin ki, rəhbərliyə bax, bizim oyunumuz buna daha yatkındır. Bəs o potensial 5 məşqçidən bu ikisi ona uyğun gəlir. Onlarla danışıb, onların da hansı maddi olaraq bizə sərf edirsə, ondan razılaşır. Amma iş orasındadır ki, Səbailin rəhbərliyi də heç mən inanmıram ki, oyunçularının nəyə qadir olduğunu, qabiliyyətlərini zadı bilsin. Onlar imkan yarandı. Bir dənə Premyer Liqa məşqçisini gətirə bilirik. Gətirdilər. Bir yerə qədər nəticə aldılar, almadılar, bir şey oldu. Amma əsas məsələ oradadır ki, söz var ya, deyirlər, sən çörək tapasan, çörək tapmayasan. Belə bir şey var. Sən əgər öz futbolçularının xarakterinə bələd olmayandan sonra oyun anlayışına, yəni oyun içindəki xarakterinə, oyuna yanaşmasına, məsələn, meydanda hansı, indi futbolçuların çox deyilən bir şeydir də, bu oyundan kənar başqa bir adamdır, oyunun içində başqa bir adama çevrilirsən. Yəni bu ayrı seçkiliyi, bu fərqliliyi sən bilmirsənsə ki, sənin kapitanın Premyer Liqada rahatlıqla qala biləcək oyunçu səninlə gəlib bu liqada oynayır, təzədən səni ora qaldırmağa çalışır. O adam bəlkə də rəhbərlikdəki şeydən onsuz da, gələn texniki heyətdən onsuz da, bəlkə rəhbərlikdən də daha çox bu klubu mənimsəyib, sən aralarında bir konfliktdə o futbolçunu atıb 3 gün əvvəl ya da 3 həftə əvvəl, 2-3 oyun əvvəl gəlmişdi də. Yəni məcazi mənada deyirəm. 3 gün əvvəl gələn məşqçini tutanda, futbolçunu məşqçinin ayağına verəndə, istər-istəməz sən orada bir disbalans yaradırsan, futbolçular arasında narahatçılıq. Mən indi bilmirəm, bəlkə bütün komanda, yəni oyunçular Yusufdan narazıymış. Onlar üçün çox rahat oldu ki, yaxşı getdi. Amma ideal atmosferdə adam belə fikirləşir ki, yəni belə də baxanda, yəni bu adam klub komanda tərəfindən, heyət tərəfindən qəbul olmasaydı, kapitan olmazdı da. Ki həmin o hadisənin olduğu oyunda da məsəl üçün neçə dəfə gördük. Başqa oyunlarda da görmüşdük, amma həmin oyundan yadıma gələn bir şey var ki, o qıraqda, hətta ya bu dilimlə də dedim deyə yadımda qaldı. Elə bil ki, meydandakı məşqçi budur. Məşqçi qıraqdan qışqırır ki, falan yerə keç. Həmin o oyunçu deyir ki, yox, sən falan yerdə deyən. O futbolçu da arada qaldı, axırda futbolçunun dediyini, kapitanının dediyini elədi. Bu da bir yandan heyətin kapitana hörmət elədiyini göstərir. Aralarındakı konfliktin də çıxmaq səbəbi sırf yəni futbolçunun kluba duyduğu o bağlılıqdan yaranmışdı. İndi nəticədə də sən dediyim kimi futbolçunu atıb məşqçini tutanda axırda başına gələcək şey də budur. Yəni sən nankorluq elədin. Əgər ədalətə inanırıqsa, futbolun ədalətinə və ya ümumiyyətlə ilahi ədalətə inanırıqsa, sən orada haqsızlıq elədin.
nəticəsində belə gördün. Cəzasını da belə gördün demək olar. Mən burada məşqçini heç bir halda günahlandırmıram. Günahlandıranı da başa düşmürəm açığı. Çünki həqiqətən belə hadisələrdə çox vaxt deyirsən məşqçi otoritəsi olmalıdır, elə belə falan filan. Amma nəticədə görürük ki, həqiqətən də futbolçunun haqlı səbəbləri daha çoxdur. Valla həm o ikisinin arasındakı konflikt cəhətdən, həm klubun üçüncü bitirməyi, nailiyyət əldə etməyi cəhətdən, hər səbəbdən günahın ən azı futbolçuda, ondan biraz çoxu, yəni məşqçidə, amma əsas günah rəhbərlikdədir. Sən oyunçunu bilməlisən, ona uyğun məşqçi gətirməlisən. Sən məşqçini də tanımırsan, futbolçunu da tanımırsan. 3 həftə sonra bunların arasında problem olur. Sənin üçün karyerasını bəlkə də gözdən çıxarmış adamı bir məşqçinin sözü ilə klubdan göndərirsən. Belə yəni söhbət qeyri-peşəkarlıqdadırsa, rəhbərliyin qeyri-peşəkarlığı bu iki futbol adamının mübahisə yaşamağından daha böyük qeyri-peşəkarlıqdır. Ona görə də klubun nailiyyət əldə edilməyinin ən böyük səbəbi elə o rəhbərliyin bu, yəni futboldan kənar olmağı, belə qeyri-peşəkar yanaşmasıdır mənim fikrimcə. Şeyə də qalanda, Adil Məmməd qalanda onun özünün futbol anlayışına uyğun mən hər oyun görürəm də. Elə oldu ki, məsələn o tribunada da cəza aldı, tribunada oyuna baxma oldu, yan-yana yığdı. Biz buradayıq, iki oturacaq o tərəfdə. Adil müəllim elə bir canla başla oyunun üstündədir ki, bilirsən ki, hə, bu adamın bir istəyi var da, bir futbol oynatmaq istəyi var. İndi bir anlayışı var. Necə ki, dediyi Şəfada məşqçi bir şey istəyirdi, futbolçunun da qabiliyyəti var idi, onu verirdi. Nəticədə bunlar çempion oldular. İndi məşqçi gəlib, məşqçiyə fərqi yoxdur. Demirsən ki, ayda 10 min, 15 min, 7 min, 8 min, bunun maaşı nədir fərqi yoxdur da. Bu adam işçidir. Evdə oturmaq yoxsa işləmək. İşləməlidir bu adam. Ona düzgün işi verməli olan klublardır. Yəni heç bir məşqçinin elə bir məsuliyyəti yoxdur ki, yox, bu heyət mənim oyunuma uyğun gəlmir. Siz mənə o 10 mini verməyin, gedin başqasına verin. Heç kimin elə bir borcu yoxdur heç kimə. İşləməlidir. İnsan işləməlidir. Peşəsi budur. İşləməlidir. Gəldi, işlədi, əlindən gələn elədi. Verdiyi nəticədə bu oldu. Orada yenə məsuliyyət rəhbərliyin üstünə düşür ki, sən o təyinatı düzgün məşqçiyə verməlisən. Düzgün adam gətirməlisən. Sistemə uyğun. Yəni sən məşqçinlə oyunçuların bir sxem üstündə birləşmirsə, onların bir komanda olmağının adı nədir ki? Heç nə. Mən 100% deyirəm ki, məsələn bu liqada Adil müəllimə istədiyi oyunu oynayacaq komanda ver. O bəlkə daha yaxşı nailiyyət ala bilər. Amma yəni mən durum yenə böyük futboldan misal verək ki, neçə dəfə oldu da böyük futbolda o qədər var. Ruben Amorim Sportingdən o boyda nailiyyət hamı təriflədi. Manchester getdi, alınmadı. Thiago Motta Bologna çox gözəl bir şey oynadı, Juventus alınmadı. Özünü yəni elə bir vəziyyətə saldılar ona ki, gülünc. Halbuki yəni bu heç kim yoxdur deməyəməz. Alonso indi Chelsea-yə getdi. Alınacaq, alınmayacaq. Real'a da getməyə elə. Yəni heç bir məşqçinin məsuliyyəti deyil ki, ona yox desin. Yox deyə bilən adam imkanı var. Deyir ki, mən gözləyəcəm. Risk almaq istəmirəm. Amma sən bu insan işləməlidirsə, işləməlidir qardaş. Heç nə, indi başlayaq biz 4-cü olan Baku Sportingdən. Mövsümə çox yaxşı başladılar, çox yaxşı irəlilədilər ki, bundan əvvəlki mövsümdə güc-bəla ilə birinci liqada qalmışlar, yetişirləri idi. Amma həqiqətən də bu mövsüm özdə baş məşqçilərinin də elə bu səviyyələrdə ilkilidir. Məncə buna görə çox yaxşı keçdi bu mövsüm. Lakin Baku Sportingdən məncə ən böyük bizdə də qırılmağın oldu. O da Şimalla 1-0-lıq məğlub olunan oyun idi. Ondan sonra hər şey tamamilə dəyişdi və növbəti mövsüm üçün bu mövsümü sən bir də birincisi necə dəyərləndirsən Sporting üçün və növbəti mövsüm nə edə bilər? Təzə komanda üçün hədəfim bu qədər yüksək qoyulmağı, sonra da 4-cü qurtarmaq məncə yaxşı nəticədir. Prosta bütün mövsümü yəni həqiqətən o qədər çox uzun müddət ikinci də apardılar. Ona görə biraz elə bil o inancı da cəmaata vermişdilər ki, bu komanda ola bilsin ki, ikinci bitirə bilsin.
Amma ümumilikdə yenə belə yenicə qurulmuş, bu səviyyəyə yenicə çıxmış bir komanda üçün 4-cü olmaq məncə yenə söz var ya, qənaətbəxş nəticədir. Oradan da o məşqçi indi getdi. Amma özü getdi. Çünki rəhbəri elə yazdığından bilinir ki, təklif edib ki, bir il də bizdə qal, amma Qaradağa getdi. Rəməm oradan çempion olub gələcək. Futbolçu kimi orada çempionluq var. Məşqçi kimi də çempionlar gələr. Bu dəfə Qaradağı yuxarı qaldırmaq üçün çalışar. Yəni demək olar ki, Sportingi bəlkə də biraz da elə bil o meydança zad söhbətləri də vardı. İndi pis meydançada oynayırdılar da. Onlar da olmasa bəlkə nə bilim indi öz meydançaları bir başqadır, gedirdilər süni meydançada oynayırdılar. Bəlkə indi bir yerdə məşq edib o birinə uyğunlaşmaq, yəni belə şeylər də vardı. İndi bu zonanın sırf o cəhətdən bəxti gətirmədi Sportingin. Amma yəni oyun olaraq haqqı idi. Yəni ikinci də ola bilərdi. O mövsümün sonunda o ardarda birdən də gözlənilməz o difai şimal xal itkiləri biraz onların bu vəziyyətdə bitirməyinə səbəb oldu. Alt sıralara da təsir elədi bu oyunlar. O heç alt sıraya təsir edən axırda da göstərdi ki, yəni liqada qalmaq bacarığı var, qaldı da. Amma yox, yəni Sportingin göstərdiyi nəticə məncə çox yəni qane eləyir. Təcrübələndilər. Acı təcrübələr də gələcəkdəki nəticələri daha dəyərli eləyəcək. Sportingin mövsümündə məsələn Mingəçevir qədər qalmaqal da olmadı, Səbail qədər qeyri-stabillik də olmadı. Çox sakit keçdi. Çox gözəl, təmiz bir mövsüm keçirtdilər. Sportingə indi Sami müəllimi veriblər. Sami müəllim bilirsən, onsuz da oradaydı. İndi bilmirik də o müvəqqətidir yoxsa uzun müddətlidir, amma gələn mövsümə deyəsən Sami müəllimlə çıxacaqlar oyunlara. Məncə gözləyək görək transferlər nədir, ondan sonra məncə mövsüm başlanğıcında söhbət açarıq. Mən bəyənirəm, yəni mən oradakı görülən işi də bəyənirəm, ona görə onların bir bəxti orada gətirmir ki, stadionu başa gətirib çıxarda bilmədilər. Amma bildiyimiz qədərilə də oranı da deyə də yeniləyəcəklər. Stadion o törtü yenilənəcək. İndi mən mövsümün ilk həftəsindən axırıncı həftəyə qədər mən orada çox oyunda oldum. Hər gedəndə mən orada bir inkişaf görürdüm. Məsəl üçün şeylərə fikir vermişdim. Məsələn axırıncı dəfə gedəndə o dəmir belə stolba kimi şeylər düzmüşdülər. Sonra deyəsən mən təzə yəni əvvəl həftələrdə gedəndə şeylər yox idi, işıqlar yox idi deyəsən onlar sonradan qoyuldu. Yanda yön yarıda meydançalar, setkalar gəldi. Qıraq meydançalar düzəldildi elə bilsən. O məsəl sağ tərəfdə sonra azarkeşlər çoxaldı, azarkeşlərə dəstək olundu. Hətta ilin əvvəli şlanqla oyundan əvvəl stadion suluyursan, şlanqla meydanın bir tərəfini ancaq çatdırırdılar. Onların orada belə bir mexanizm kimi bir primitiv şey var, cihaz var. Məsələn mən onu görürdüm. Orada elə ağacları sulamağa istifadə olunurdu. Özümə fikirləşmişdim ki, bunu görəsən eləmək olar. Yəqin ki, onlar da fikirləşib ki, mövsümün axırına doğru mən onu da gördüm ki, o həmin o dəmir bir dənə avadanlı deyə altından krançı taxırsan, bir su fışqırdır da. Yəni bacardığı qədər inkişaf etdirməyə çalışdılar. Mən yəni orada kimi məsələn bəzi komandalar var da, bir addım qabağa, iki addım dala, ya iki addım qabağa, bir addım dala kimi görürsən. Amma məsələn mən bu zonada dəhşət belə geri addım kimi bir şey yəni müşahidə eləmədim. Mənim Sportinglə bağlı bütün gördüyüm şeylər hamısı müsbət. Yəni bu da onu göstərir ki, daha da o təcrübə ilə qabağa gedəcəklər. Tək getsinlər yəni. Mən də çox əlavə edəcək. Onsuz dedik çox bir şeyi. Sadəcə onu deyə bilərəm ki, növbəti mövsümə çox iddialı olacaq bu komanda. Oyunçularla da bərabər görəcəyik. Amma mənim 3 Premier Liqa üçün 3 çempionluq adayımdan biri onlardır. Keçək ən daha belə bizim simpatiyamızı qazanmış bir klub olan Şaxtar Qusar. Pulsuzluğa rəğmən, hər çətinliyə rəğmən bu komanda bu mövsüm əlindən gələnin ən idealını eləməyə bacardı mənə görə. Mən istəyirsənsə ilk öncə başlayım, sonra sən davam gətir. Ötən mövsüm bu komanda məğlubiyyətsiz şəkildə 1-ci liqaya yüksəlmişdi və ilin əvvəli komanda dedilər dağılacaq ki, həqiqətən oyunçular getdi, məşqçi heyət falan. Raid Əmirquliyev və baş məşqçi Elnur Abdullayevin başçılığı altında bu komanda bütün müsahibələrində elə Elnur müəllim o vaxt bizə deyirdi ki, bu komanda 20-cə günə biz toparlamışıq. Amma ona rəğmən düzdür ilk mövsüm o qədər də pis deyildi, amma yəni aşağı sıralardaydı. Amma buna baxmayaraq azarkeş dəstəyi, sponsorların sonradan tapılması,
prezident dəyişikliyi və klubda həqiqətən də gördük ki, inkişaf var. Sonra 18-20 yaşında cavan Afrikalılar məsələn tapıb gətiriblər. Onu da indi soloda demişəm mən. Görünür ki, bu komandanın arxa planında qəşəng bir iş var. Sadəcə məşqçi dəyişikliyi biraz gözlənilməz oldu. Amma yerinə gələn məşqçi də Füzuli müəllimdir. Düzdür, Karvanda ötən mövsüm yəni özü belə demişdi ki, mən karyeramda heç vaxt bu qədər üst-üstə məğlub olmamışam, belə nəticə olmayıb. Amma ondan əvvəlki Mingəçevir mövsümünə baxsaq, birinci liqanı çox yaxşı bilir, nəticə verə bilər. Oyunçular da yavaş-yavaş toparlandıqdan sonra azarkeşləri də dəstək tam olsa və bir də söz-söhbət var ki, yenidən Şaxtar stadionuna qayıdır. Neçə ildir bu stadion, bir 5-10 ildir ki, tikilib qutara bilmir, nədirsə bilmirəm. Mən şəxsən istəyərəm ki, Şaxtar kimi bu klub həqiqətən də olsun Premyer Liqada. Sənin nəsə bir əlavən var klubla, bu mövsümlə bağlı? Müsbət fikirləşirik Qusarla bağlı. Ümidlərimiz elədir ki, nə qədər pozitiv nəticələr alsalar, o qədər gözəldir. Çünki təmsil cəhətdən də, region təmsili cəhətdən təbii ki, dəstəklənməlidir. Bir problem var ki, şeylər yoxdur, stadion yoxdur, pul yoxdur. Amma misal üçün orada bir-iki həmin məsələn Radinlə Denuranın adını çəkirsən, bunlar yüksək səviyyə görmüş adamlar da onların belə təcrübəsindən istifadə edib belə bir peşəkarlıq səviyyəsinə çata bilirsən də. İndi hələ olduğun yerdə onlardan istifadə edib bura çatmısan. İndi fikirləş ki, bunların əlində imkan olsa, maddi həqiqətən maliyyə rahatlığı olsa, yəni bəlkə də yenə də elə Şəfa-Şaxtar qısa rəqabət yəni görəcək. Onlar bunların elə bir imkanı var, elə bir potensial var. Bir dənə problem puldadır. Amma sponsorlar dedimdə gəlib artıq. Yəni onu deyirəm. Yəni çünki qışdan bəri görürük ki, pul alandan sonra bu komanda tamam düzəldi. Odur ki, yəni də orada başqa heç bir narahatçılıq yoxdur. Azarkeşdirsən var. İndi düz deyil getdi, məşqçiləri getdi. Bilmirəm, xarakter məsələsində o başqa cür adam idi, indi gələn başqa cür adamdır. Bir tərəfdən Karvan öz komandası deyildi, yarıda gəlmişdi. Yəni, oradakı əslində yəni o gələndə Karvan düşmüşdü də. Qışda biz bilirdik ki, Karvan düşəcək. Ona görə mən onu birbaşa məşqçinin adına yazmaram. Birinci liqada da əvvəldən təcrübəsi var. Onunla nəsə eləyə bilər, eləyə bilməz, indi görəcəyik. Çıxan xəbərlər odur ki, Şaxtarın gözlədiyindən daha çox büdcə istəyib. İndi onu verəcəklər, verməyəcəklər, onlara baxacağıq. Yəni burada Şaxtarın gələn il ilk 3-ə, 2-yə yarışmağı gözləniləndir. Sırf bir dənə orada qalırıq ki, pulu olsun, qalanı yəqin. Çünki idarəetmədə belə başa düşürük ki, yəni bu işdən necə ki, məsələn Əfran İsmailov bu işin içindən gəlir, Şəfanı bir yerə burada da həmçinin Rahid Əmirqoliyev. İndi belə baxanda Şəfanı çempion edib demək olar da. Yəni indi gələn mövsümdə liqada saxlayacaq, bəlkə daha yuxarıda. Yəni futbolun içindən gələn adamın fikri, dəstəyi komandanı qaldırmağı daha başqa cür olur. Burada da həmçinin Rahid Əmirqoliyevin bir də yəni oralıdır. İstər-istəməz insan istəyir ki, bacardığı əlindən gələn 5 qatını 3 qatını. Can yandıran adam bu klub üçün çoxdur həqiqətən də. Görünür də, yəni görünür ki, nəsə var orada. Bundan sonraki komandalardan biraz qısa danışacağıq. Sadəcə aşağıları ola bilsin, çox uzun danışdıq. Keçək Moyka. Moykla sən sadəcə bilirəm ki, Seyxandan danışasan. Bir də Yox, şundan danışmıram. Seyxan nə ilə danışasan? Bombardir oldu. Göz qabağındadır da. Hə? Göz qabağında. O da imişliyə getdi. Və mən bu klub haqqında qısaca bir şey deyəcəm. Qəzənfər Abbasov idi əvvəl məşqçi və neçə illərdə bu komandanı müəyyən bir stabillikdə davam elətdirdi və bu mövsüm nəsə gördük ki, orada nəsə bir şey eləmək istəyir ki, biraz da pul çox töküldü. Transferlərdən də onu gördük. Lakin məşqçi dəyişikliyi bu klubu yenə orta babat klub sırasından çıxarda bilmədi. İlham Yadullayevlə bağlı nəsə pis bir şey də demək istəmirəm. Yəni əlindən gələni elədi, amma yəni bu mövsüm məncə orta babat bir klub üçün bu qədər pul xərclənməsəydi daha məntiqli olardı. Növbəti mövsümdə yenə yəqin ki, bu sıralarda olacaqlar. Keçən həftə bir yerdə gördüm. Həm video idi, mətn idi, yadımda deyil, amma belə açıq-açıq belə hətta biraz da bəlkə kobud formada İlham müəllimi tənqid edən, o da oxşar bir səbəbdən ki, yəni sən buradan bir şey nəticə eləməyəcəydin, sən niyə bu qədər pullar töküldü kimi bir tənqidi var idi. Amma o pul tökən də məşqçi deyil ki. Yox, yəni deyir ki, yəni
bu qədər pul xərclənəndən sonra bu məşqçi nəticə vermədi də. Nəticə verməyəcəksə niyə bu qədər pul xərcləndi? İndi heç yadımda da deyil də nə idi. Ola bilsin bəlkə də Sport Info idi. Sport Info, hə. Onlar biraz daha şeydilər də, Rahat. açıq sözlüdülər biraz tənqid cəhətdən. Deyir ki, yəni bu milli ordu büdcəsini niyə belə şeylərə, yəni O elə Sport Infodur. hə, yəni o biraz bəlkə yəni baxsan, həmin mövzu üstündə bəlkə haqlı olduğun tərəflər ola bilər, amma yəni nəyə boş pul xərclənmirik ki? Yəni o tərəfdən baxanda, yəni komanda Amma komandada sadəcə yəni xərcləyə bilər. Yəni xərcləyə bilər ondan əlavə. Desək ki, bütün 11-ə bu qədər çox pul xərcləyiblər, sadəcə bu qədər çox pul verdilər ki, 3 oyunçu var. nə bilim vallahi. Nə bilim, məncə də yəni orta bab komandaydılar. Gələn mövsümdə yenə orta bab komanda olacaqlar yəqin ki. Sadəcə bəzi şeyləri düzgün eləsələr, Premier Liqa üçün. Biraz belə də bir şey var ki, məsələn, o biri komandaların məşqçiləri danışır, fikir bildirirlər, hədəfləri haqqında danışırlar. Mən bu mövsüm, yəni keçdi də, yəni keçən mövsüm İlham müəllimin bir yerdə bir çıxışını, müsahibəsini, hər hansısa bir hədəf açıqlamasını da mən şəxsən görmədim. Yəni mən bir dənə mövsümün əvvəli müsahibə almışdım, orada da yenə çox böyük bir hədəf açıqlaması yox. Mən elə başa mənim ümumiyyətlə mövsüm ərzində gördüyüm o idi ki, Moykin belə dəhşətdə yuxarı üçün yarışmaq hədəfi yoxdur. Oynadığı oyundan da ya da ümumiyyətlə oyunlara yanaşmalarından da elə götürürük ki, yəni onların yəqin ki, yuxarıda yarışmaq hədəfləri yox idi. Əllərində olan nədir bu dəqiqə? Liqada qalmaq və bacardılar. Qaldılar. Yəni mən inanmıram ki, Moykin o komandadan, o heyətdən yuxarı üçün yarışmaq gözlənilsin. Yəni komandada açığı da, yəni Seyxan olmasaydı, kim qol vuracaqdı? Kim komandada nəsə xal alacaqdı, qabağa aparacaqdı? Yəni komanda başqa bir adam yoxdur. Bax, adicə məsəl üçün mən mövsümün 1-ci həftəsindən bəri Tovuzdan Məzahiri icarəyə götürmüşdülər. Onu da, yəni məsələn mənə çox maraqlı gəlirdi ki, Məzahir qabiliyyətli, potensiallı 8 nömrə, bəlkə direksiyon 10 nömrə, amma belə dribling, amma 8 çox belə qəşəng, mənim xoşum gələn bir 8 nömrədir. Amma məsələn məcbur elədi ki, o uşaq sol zaşnik oynasın. Yəni qaldım, hətta yəni mövsümün ortasında bir yerdə 1-2 dəfə Məzahiri yarım müdafiəyə qoydu. Sonra təzədən yenə ki, yaxşı da oynadı. Bilmədim nəyindən narazı qaldılar, təzədən çəkdilər sol zaşnikə. Yəni uşağın da qabında yoxdur da bu. Bilmirəm, bəlkə uşaq futbolunda oynayıb zaşnik, amma yəni duruşunda mən onu görmədim. Yəni bacardığı qədər də sol cinah müdafiəçisi olaraq sağ ayaqlıdır bu. Tapdığı hər imkanda istəyir top ayağında olsun, istəyir topsuz olsun, həmişə belə bir yarım müdafiə meyilli, mərkəzə meyilli bir oyun anlayışı var da. Mən elə hiss edirəm ki, yəni Məzahiri düzgün istifadə eləsəydilər, çünki məsələn elə oyunlar oldu ki, Məzahir sonradan məsələn bir oyun yadıma gəlir, sonradan oyuna girdiyi dalbadal məsələn bir qol epizoduna məsələn vura bilmədi, düzdür, amma real yaratdığı 3 dənə, 4 dənə epizod oldu. İndi fikirləş ki, bunu sən bütün mövsüm o yerdə öz təbii yerində istifadə eləsəydin, bəlkə yuxarılarda ola bilərdin, bilmirəm. İndi yəni o komandada mənim bəyəndiyim düz oyunçular var. Ola bilsin ki, yoxluqdan, məsələn, sol zaşniki olmayıb komandanın, Məzahir də icarədə oyunçu da komandanın deyil, bir şey deyil. Bəlkə də o qədər əhəmiyyət verməyiblər o uşağın inkişafı üçün. Yatırıb qoyub sol zaşniyə, bilmirəm. Yəni elə bir şey ola bilər. İndi ola da bilər, olmaya da bilər. Yəni məsələn bir futbol adamı kimi bu futbolçunu sənə veriblər icarəyə, düzdür? Ya da sən istəmirsən ki, bunu verib. Kimsə gətirib sənə demir ki, bunu gələ, o sənindir bu. Sən istəməlisən də. Sən deməli bu oyunçuya baxmısan, bunda bir şey görmüsən, demirsən ki, gəlsin. Sən bunu sol zaşnik kimi görməmisən. Niyə dəyişdin elədin belə bir şey? Yəni sən ancaq Seyxana arxayın olmasan, belə əlavə əlində olan başqa oyunçularını da istifadə eləsən, bəlkə bir də bir şey əlavə, mövsüm ortasında gələn legionerlərdən nəsə bir şey eləməyə çalışdılar, elədilər. Vurdu da
difaiyə nədir? Yadomdur. Hə, bir də Qəşəng 90 oldu. nömrə var idi. 90 işte hə, o Yarım müdafiə. yəni qışdan sonra gəldi, diqqət Məncə çəkir. çox detal demək ehtiyac Yəni yoxdur. ümumiyyətlə Moikdə yaxşı oyunçular var. Əlinə gəldi elədilər. Amma yəni Moikin özünün o cür hədəfi olmadığına görə, yəni fakt bəlkə də var idi, bəlkə çempionluq istəyirdilər. Amma fakt onu görmədik, onu da bizə biruzə vermədilər. O komanda ancaq o ola bilər ki, məsələn Seyxan gəldi, 1 il oynadı, özünü göstərdi. İndi məsəl üçün gedir İmişliyə, bəlkə orada yəni İmişli peşman olub ki, bunu niyə göndərdik. Məzahir bəlkə indi onun müqaviləsi mən bildiyimə görə yəni Tovuzla da qurtarır. Bəlkə yaxşı bir yerə gedəcək, öz oyununu oynayacaq bir şey olacaq. Orada məsəl üçün nə idi? Zeynəddin idi, yarım müdafiəçi, bir dənə uzun at familiyası olan bir dənə qardaş var. O da məsəl üçün müdafiəçi olaraq ya da bəlkə yəni yarım müdafiəçi oyunun müdafiə tərəfini oynamaq cəhətdən yaxşı oyunçudur. Orada başqa kim var idi? Qapıçılar bir də söhbət yəni. Cavidin liderliyi çox qəşəngdir. Mən Cavidi bəyənirəm. Məsələn, Pasiyanla danışır, ona qışqırır, buna qışqırır. Yəni komanda müdafiəni yerinə oturtmağa çalışır. Biraz yəni çox uzundur, çox arıqdır. Amma yəni liderlik cəhətdən mənim xoşum gələn oyunçusuydu. Yəni Moikin heyətində, Moikin öz heyətinin nisbətində yaxşı oyunçuydu. Başqa oradan yəni yadıma gələn başqa əlavən yoxdursa keçək Zaqatalaya. Zaqataladan sən bildiyim qədər biraz az bilirsən. Mən istəyirəm biraz. Zaqatala çox uzaqdır. Mən az bildiyimdən danışım. Ötən mövsüm 5-ci olmuşdular. Komanda sponsor olduğu üçün müəyyən qədər yaxşı vəziyyətdə idi və sponsor getdikdən sonra demək olar komanda bu mövsüm çox ağır mövsüm keçirdi. Hətta deyərdim şaxtaxtdan qədər yarışacaq bir ağır mövsüm oldu. Əsas problem elə komandanın öz daxilində idi. Bir ara komanda öz oyunçularını axtarışa verdi ki, bu oyunçular oyun satma şübhəsi var. O dərəcə ciddi bir vəziyyət var idi klubda. Yəni məşqçi elə Zaqatalalı məşqçidir. Komandanın atmosferini bilir, neçə ildir ordadır. Yəni əlinə həqiqətən də imkan veriləndə nəsə bacardığını mən şəxsən ötən mövsüm şahidi olmuşam. Başqa da deyə biləcəyim şey komanda sponsor tapsa yenə sponsor 1-ci liqanın ən böyük problemlərindəndir. Hansısa klub sponsor tapsa elə o qədər inkişafa keçdiyini biz görürük. Zaqatalada da diqqət çəkən Royni adında bir oyunçuları var. Mən çox diqqətimi çəkən Okandır. Keçən il də adı çəkilirdi bu ildə. Bir də Okan nə Təhməzli. Yəni belə ilin ən yaxşılarından biri, komandası çox aşağıda olmağına baxmayaraq ilin ən yaxşılarından biri kimi Okanın adı çox çəkilir. Heç nə. Biz onda heç nə. Məncə də Zaqataladan qısa danışsaq yaxşıdır. Çünki müəyyən qədər bildiyimiz azı Zaqatalada çox uzaqdır. 8 saatlıq yoldur. Keçək Cəbrailə. Cəbraildən sən məncə danışacağam, mənim də danışacağam. Cəbrailə diqqət çəkən bir iki dənə xarici oyunçu var idi. Atimi. Bir də arxa planda Cavid Hüseynov prezident olaraq. İndi bu da komanda satırlar. Biri bir yerə məşqçi, o biri başqa bir yerə gedir. Bir xəbərdə gördüm. Yəni Cavid Hüseynov tanıyıram adından, o birini tanımıram da. Onlar nəsə hərəsi bir yerə işçi kimi gedirlərmiş, klub yiyəsiz qalır, ona görə satmaq istəyirlərmiş. Elə bir xəbər çıxmışdı 1-2 gün əvvəl. Ötən mövsümü də elə play-off'un bir yuxarısında tamamlamışlar. Bu il də həmçinin play-off'un bir yuxarısında tamamladılar. Məncə missiya yerinə yetirildi. Cəbrayıl liqada qaldı və çox tez də müəyyənləşdirdilər liqada qalmağı. Sadəcə axırıncı oyun Şimalla oyun demək olar bütün aşağı yerlərin taleyini həll elədi. Şimal demişkən keçək Şimala. Şimal haqqında nə demək istəyirsən? Çünki mövsümdə müşahidə eləmək üçün fürsətimiz oldu Şimalı. 2 oyun çox insanlarda şübhə yaratdı. Həm ilin əvvəli Səba ilə 4-3 oyun, həm də axırıncı bu sonuncu oyun Cəbrayıl oyunu 2-0-dan 3-2. Çox adam deyir, ay nə bilim oyun çatıldı, elə oldu. Arada yəni 4-3 var. Hə, o da var. Amma mən nə bilim, mən inanmıram ki, nəsə belə bir şey olsun. Çünki komanda nəsə bir şey elədi də bu mövsüm. Gəldilər. Əslində onların da hekayəsi biraz Karvan Yevlaxa oxşuyur. Karvan Yevlax da keçən il 3-cü idi. 3 klubu birdən qaldırdılar deyə o da gəldi Premyer Liqaya. Heç nə olmadı. Sadəcə Şimalın fərqi onda oldu ki, liqada qalmağı bacardı. Onlar da elə 3-cü olmuşdular. Lisenziya alıb bədəbət gəldilər liqaya və difai onları düz mövsümdə bütün oyunlarda məğlub eləsə də təəssüf ki, heç nəyə yetmədi. Şimal qaldı 1-ci liqada. Qış transfer dövründəki transferlərin məncə xeyri oldu. Xaçmaz təmsilçisinə bir dənə 7 nömrə var idi, xarici. Vəssalam, başqa da o Elşadı mən çox bəyəndim. Uzaqdan
Amma biraz həqiqətən uzaqdan da, ciddi uzaqdan xarici oyunçu yoxdur. Şimalla bağlı bir də son olaraq onu deyə bilərəm ki, anti-futbol oynamaqlarının səbəbi elə komandanın gücünün buna çatmasıdır. Bitər qaldılar. Bir də qapçıları pis deyilir. Qaradağla olan oyunda da Şimal favorit qəbul olunmurdu. Onunla belə 2 dənə qol vurub oyunu udublar. 1-0 dala düşüblər, oradan çörüblər. Hətta yəni müdafiə oyunu oynayan komandanla geridən gəlib oyun udmağı da çətin bir şeydir. Əgər bundan məqsədi anti-futbol oynamaqdırsa, anti-futbolun bir də belə bir şeyi var. Sənin hücum planın yoxdur. Sən sırf negativ oyun oynayırsan. Yəni rəqibi oynatmamağa, anti-futbol dediyin şey rəqibi oynatmamağa çalışan bir şeydir. Amma mən müdafiə oynayıram. Mən qapımda qol buraxmaq istəmirəm. Haqqım deyil qardaş bu mənim. Haqqında, amma dedim də oyunların çoxsunda mən məsələn o görmüşəm də o altılı müdafiə, ümumiyyətlə oyunu gecikdirmək son dəqiqələrdə. O da dediyim kimi də 1-ci liqada çox yaşanan bir şeydir. Mənim oyunun tempini ölməyi. Yəni hamı amma əsas odur ki, Şimal 1-ci liqada qalmaq missiyasını tamamlamaq. Bunu çox deyirəm. Çox demək məcburiyyətində qalıram. Hamı gegenpress, tik-taka, nə bilim, belə bu cür oyunlar oynamalı deyil. Hamı sürətli, nə bilim, keçid oyunu, odur, budur. Hamı 3-cü bölgədə şurasıdan mən də deyirəm ki, 3-cü bölgə presi eləmə məcburiyyətində deyil. Mən də deyirəm ki, yəni Şimalın onsuz potensialı buna çatır da. Bəs odur da. Amma mən də deyirəm ki, buna baxmayaraq zəif komandalar var ki, əlindən gələni eləyirlər də. Yəni də hücum nəsə bir şeydir. Hücumda bir şey eləməyə bacarırlar. Bəs hücum elədi ki, Şəfa əlindən faktiki olaraq anti-futbolluq oyunlar var. Fakt Şəfa Şimalın əlindən qaçdı da. Yəni düz deyib bəxtləri gətirmədi, amma iş orasındadır ki, bu yenə Şimalın ortaya qoyduğu oyundan bağlı bir şeydir ki, Şəfanın o inamını qırdı ki, biz qol vura bilərik. Düzdür, deyirəm də məsələn bir dənə desəm Oqlavoyda idi. Düz qapısının ağzının içində vüqar kəllərini vurdu. O top belə o qədər yaxın məsafədən girmədi. O girməyəndən sonra yavaş yəni Şəfanın epizodları oldu, amma vura bilmədi. Vura bilmədisə, deməli burada qapalı oyun yoxdur. Qapalı oyun olsa, sənə o zərbə imkanını da verməzlər. Nəticədə Şimal anti-futbol oynamır, müdafiə oyunu oynayır. Yaxşı, sənə qatılmıram. Anti-futbol oynadığı oyunlar var. Keçən mövsümün yəni bəxtsiz şəkildə əllərindən gələni eləsə də aşağı düşən difaiyə. Həqiqətən də son həftə, yəni biz oyunların çoxsunda imkanımız oldu getməyə, o atmosferi gördük, arxa planda nələr olur, canlı yaşadıq. Sadəcə klubun əziyyəti demək olar ki, bir mövsüm əziyyəti hədər getdi. Sən nə deyə bilərsən difai ilə bağlı? Yadıma gəlir ki, elə mövsüm bitəndən sonra biz aramızda danışanda difaidən bu liqada qala biləcək bir 5-6 nəfər oyuncu saya bilirdik. 3-4 nəfər onsuz sayırsan, onu biraz da elə bir şey eləsək, misal üçün sayırsan ki, Nemət bu çempionatda qala bilər. Səhvləmirəmsə o da icarədə idi. Sonra bax, legionerlər qalacaq. Legioneri bilmirəm, legioner çox da mən maraqlı deyil. Yerlilərdən məsələn kim qala bilər? Yerlilərdən Nemət bu səviyyədə komanda tapa bilər özünə. Yəni ümumiyyətlə bu komandadan rahatlıqla məsələn Hacı qala bilər bu səviyyələrdə, Əsgər də bəlkə qalsa qala bilər, Nazim qalar, 100% qala bilər. Nazim qalar, Nemət qalar. Bəs yaxşı bu mövsümü necə dəyərləndirsən difai üçün və gələn mövsümünü eləyə bilər? Gələn mövsüm difaiyə uğurlar təzədən bura qayıtmalıdır. Gülök Batanla yarışacaqlar, çox çətindir işləri. Yarışsın da indi. Hələ heç bilmirik bu dəqiqə, hələ difainin futbolçuların hamısının müqaviləsi qutarıb. Belə baxanda hamı da müqavilə qutarıb da. Yəni difai aşağıdakı liqa üçün heyət yığmalıdır. İndi onu gözləyəcəyik də, indi görəcəyik. Bir də mən ikinci liqanı dəhşətlə dərindən bilmirəm. Mən də lazım. Mən də bilirəm, amma çox az bilirəm də. Belə bir şey var. Difai o büdcəsi olacaq ki, çempionluğa yarışsın, bilmirik. İndi onları yenə bu elə bir şeydir ki, bu dəqiqə yəni klubun bir dənə adı var. Yəni qalanlar yavaş-yavaş yenidən qurma işləri tamamlanandan sonra yenə davamlı olaraq izləyəcəyik ki, görək hara gedəcək, nə edəcək, nə nəticələr verəcək. Baxacağıq da. İş arasında da mən Ağsudakı Şimal 3-1 udulanın oyundan sonra komandada məsələn oyun gördüyümə görə
həqiqətən də sayıram ki, məsələn, elə oyunçular var ki, bu oyunçulardan nəticə ala bilərsən də. Düzdür, 11 nəfər Mövsümün axırında da çox yaxşı oynadılar. İstəyir Sportingdən oyun olsun. Sportingdən. Sonra ilin əvvəli Şəfa ilə 1-1 oyun olsun. Sonrakı oyun biraz pis oldu, amma ilk oyun yaxşı idi. Bayaq dedim, Sportingdən birinci həftədə də xal almışdılar. Yəni komanda olaraq 11 nəfərin 11-i də bəlkə bu liqanın səviyyəsində olmaya bilər. Amma fikirləşəndə Neymət kimi, Nazim kimi, Əsgər kimi, mən məsələn Əsgərin sonradan məşq dəyişikliyindən sonra niyə az oynadığını başa düşmürəm. Sonra orada təcrübəli oyunçular Fəridzad, məsələn, onların daha başqa formada istifadə oluna bilərdi kimi gəlir mənə. Amma yenə hələ orada məsələn düzdür Seymur zədələndi. Bəlkə də gələn ilin ortasına qədər bilmirik, bəlkə oynayacaq, oynamayacaq. Amma məsələn bu tip oyunçular var idi ki orada. Həqiqətən bu səviyyənin orta komandalarında oynaya bilərlər. Mən deyirəm də məsələn Seymurun müdafiə tərəfini bəyənirdim. Hacını çox bəyənirəm. Başqa nə əlavən var? Yəni orada deyirəm məsələn Altaydan mən biraz narahat idim ki, onun yerində Nazim oynayanda komanda daha yaxşı nəticə verirdi. Nə bilim, ümumiyyətlə indi olmadı elə, oldu belə, biraz orada gözləyirdim açığı, yəni. Mən də gözləyirdim. Çünki son həftə hamımız elə, biz ikimiz də elə gözləyirdik. 7, o deyirəm də 3-1 Şimal udandan sonra onun verdiyi şeylə, ruh yüksəkliyi ilə, motivasiya ilə bəlkə Zaqatalanın misal Zaqatalaya 1-0-dan 2-1 oyun verdilər. O oyun qırılmağın kimi bir şeydir. Kresin penal vura bilmədiyi oyun var. Məsələn, belə an, biz türklər deyirlər, belə anlar. Belə bütün 90 dəqiqədə deyə bilmirsən ki, məsəl üçün difai bu oyunu udmalıydı. Amma bəzi belə bir momentlər var ki, o momentlərdə nəticə difainin tərəfinə dönsəydi, indi bu dəqiqə liqada qalmışdılar. Yəni o nəsə görək gələn mövsüm nələr olur, nə baş verəcək. Bu mövsümlə bərabər artıq sezon finalımıza gəldik, çatdıq. Son olaraq onu qeyd edək ki, dəstəyiniz bizim üçün çox vacibdir. Səhifəni izləyib, videonu bəyənib, fikirlərinizdə hansı komandanın mövsüm çıxışından razı qaldınız, fikrinizi bildirməyi unutmayın. Növbəti mövsümdə yenidən görüşənədək sağ olun.